Elçin bəy, müsahibə təklifimizi qəbul etdiyiniz üçün minnətdarıq sizə. Buyurun, buyurun. Təşəkkür edirəm ki, sahibiniz soruşmaq. Mən minnətdaram sizə. Elçin bəy, ilk sualımız budur ki, bildiyiniz kimi Cənab Prezident Azərbaycan mətbuatının 150 illiyi ilə bağlı sərəncam imzaladı. Yəni bu sərəncamı siz necə dəyərləndirirsiniz? Bu tarixi qərar mətbuatımızda hansı dəyişikliklərə gətirib çıxara bilər? Nələr ola bilər? Bu barədə öncə. Birinci hamını mətbuatımızın və ümumiyyətlə jurnalistikamızın 150 illiyi münasibəti ilə təbrik eləmək istəyirəm və hamıya uğurlar arzulayıram. Peşəmizdə gördüyümüz işdə və belə bir arzum var ki, biz doğrudan da 4-cü hakimiyyət ola bilək. Və sərəncamın, daha doğrusu 150 illiyin dövlət səviyyəsində, ən ali səviyyədə qeyd olunmağı, bu o deməkdir ki, mediaya, mətbuata, amma indi media deyirik də, mətbuat biraz keçmişə gedir. Demək, göstərilən diqqətin bir təsdiqidir. Bu o deməkdir ki, yəni informasiyalı olan insan həmişə hər şeydən xəbərdardır və bütün çətinlikləri əvvəlcədən görə bilir. Addımlarını da hesablaya bilir. Buna görə də dövlət başçısı Prezident İlham Əliyev 150 illiklə bağlı sərəncam imzalayıb və bu sərəncamla demək, media agentliyinə, mətbuat şurasına və Mədəniyyət Nazirliyində onlara demək, silsilə bununla bağlı tədbirlər keçirməyi tapşırıbdır. Tədbirlər ölkənin müxtəlif yerlərində olacaq. Məsələn, bu ayın axırında Naxçıvanda 150 illiklə bağlı tədbir keçiriləcək. Sonradan təbii ki, Bakıda da olacaq və mən bildiyim qədər də ən əsası Qarabağda olacaq, Şuşada. Bu hamısı bizə, mediaya olan diqqətin göstəricisidir. Bu bayramları qeyd eləyək. Daha sonra indi təltiflər olacaq, mükafatlar veriləcək. Yubileyi ilə bağlı hətta medal da təsis olundu. Bunlar da olacaq və bütün bu bayram şənliklərindən sonra biz yenidən qayıdacağıq gündəlik qayğılarımıza. İşimizə. Və biz işimizə qayıdacağıq və 151-ci ilə işləməyə başlayacağıq və bəlkə də 155-ci ili gözləyəcəyik ki, o zaman da nəsə bir tədbirlər olsun. Bizim təbii ki, ümumiyyətlə mətbuatımızın, jurnalistikamızın problemləri var və problemlər tək bizdə deyil, ümumiyyətlə problemsiz dünyanın heç bir yerində heç bir sahəsi yoxdur. Var problemlər. Təbii ki. İnsanın, belə deyək də, səhər durub evdən çıxmağında da problemlər ola bilər. Yola çıxmağı, nəqliyyatın gec gəlməyi, tez gəlməyi, yəni bütün bunları biz yazmalıyıq, biz yazırıq. Jurnalistika, İngiliscə belə bir söz var, deyirlər watchdog of democracy. İndi demokratiyanı hərə bir cür başa düşür, demokratları da gördük, olmayanları da gördük. Yəni biz dünyanın və cəmiyyətlərin hər üzünü görmüşük. Ona görə istənilən halda biz öz işimizi görməliyik. Səhvi düzdən ayıra bilirsiniz. Bəli. Səhvi düzdən ayıra bilirsiniz artıq. Təbii və bunu biz etməsək, onda ümumiyyətlə bizim peşəyə ehtiyac olmamalıdır. Çünki indi deyirlər, sosial şəbəkələr var, nə biləm, xalq jurnalistikası. Mən sosial şəbəkə indi təbii bu platformadır. Bundan necə istifadə eləmək məsələsi var, o tam başqa bir şeydir. Bir də var xalq jurnalistikası, mən belə şey başa düşmürəm. Xalq bir-birindən, belə deyək də, xəbərləşə bilər,
şayələri yaya bilər. Amma jurnalistika peşədir və o peşəkarlıq tələb edir. Biz yalan məlumat yaymamalıyıq. Biz heç kimi təhqir etməməliyik. Biz heç kimin şəxsi həyatını alt-üst etməməliyik. Əgər həmin şəxsi həyatın elementləri ictimai, belə deyək, məna daşımırsa, yəni onun şəxsi həyatı əgər ictimaiyyətə zərər vurursa, onda bu barədə biz yazmalı, səbəblərini üzə çıxartmalıyıq. Amma bu heç də o demək deyil ki, biz insanların əməllərinə qiymət verməliyik. Onların şəxsiyyətinəmi, onların, fiziki göstəricilərinəmi yaxın durmamalıyıq, çünki bu tərbiyəsizlikdir. Əcəm müəllim, siz xalq jurnalistikasından danışdınız. Son zamanlarda artıq biz görürük ki, ənənəvi jurnalistika özünü sosial şəbəkələrə verib. Telegram və digər onlayn media və s. Burada da fake newslar çoxluq təşkil edir. Yəni, bu sərəncamdan sonra siz necə düşünürsünüz? Ənənəyə qayıdış ola bilərmi? Fake newslarla bağlı zaten Mətbuat Şurası və Media Agentliyi dəfələrlə təlimlər keçirir, bu barədə məlumatlandırır. Siz bir əməkdar jurnalist kimi həyatınızı bu peşəyə həsr edən bir şəxs kimi necə düşünürsünüz? Təlimlər təbii ki, lazımdır, amma bu çıxış yolu deyil. Bayaq da söylədim, sosial şəbəkə bu platformadır. Bəli. Amma hamı üçün açıq platformadır və ümumiyyətlə, belə deyək, rüşeymində yaxşı bir şeydir. Amma biz insanlar həmişə kimi, hər şeyi körladığımız kimi bunu da körlamışıq. Rüşeymində yaxşılığı nədən ibarətdir? Burada informasiya yuxarıdan aşağı deyil, üfüqi şəkildə ötürülür. Yəni, tam demokratiklik prinsipi var. Amma bu insanların səviyyəsindən, tərbiyəsindən, etik qaydalara uymağından və bir sıra digər məsələlərdən asılıdır. Əsas da peşədən asılıdır. Əgər mən peşəkar jurnalistsəmsə və sosial platformalara gedirəmsə, yəni sosial platformalar bilirik, geniş yayılıb və onların növləri də müxtəlifdir və bütün insanlar da tək Azərbaycan deyil, ümumiyyətlə bütün dünya hamı gadjetlərin və smartfonlardadır, içindədir, belə deyək. Amma bu, belə deyək, müxtəlifliyin, bu çoxluğun içində biz o feyki şayəni həqiqətdən seçməyi bacarmalıyıq. Bunu da hamı bacara bilməz. Təlim keçəndə biz tutalım 100 adamdan 10'unu təlimə çağıra bilərik. Otağa 100 adam yerləşmir, 10 adam yerləşir. Düzdür, onların sayını artıra bilərik, amma söhbət ondan gedir ki, ümumən cəmiyyətin səviyyəsindən də çox şey asılıdır. Və bir şeyi anlamalıyıq ki, bax, elə götürək medianın özü, televiziyalarımızı çox hallarda narazıyıq ki, səviyyəsiz verilişlər gedir, səviyyəsiz insanları ekrana çıxardırlar, adət-ənənəmizə güya uyğun olmayan nəsə eləyirlər və s. və ilaxır. Söhbət ondan gedir ki, İstənilən ölkədə, istənilən auditoriyada, istənilən millətdə özünü, millətini, devlətini və ümumiyyətlə normal düşünən adamlar, ciddi adamlar 20%-dən artıq olmur. Yerdə qalan 80%-i mən pisləmirəm. Sadəcə olaraq onların maraqları başqadır. Onlar, tutalım, mən indi düşünürəm ki, görəsən Türk Dövlətləri Təşkilatının gələcəyi nə olacaq? Küçəyə çıxın, soruşun,
Cəmaatın o qədər dərdi səri var ki, yəni deyəcək hər şey ki, dişindən məşğul ol burada, mən bilmirəm başımı necə giririyim. Yəni hərənin öz marağı var, amma mən tutalım, siz olasınız, indi bir başqası olsun, düşünür ki, 10 ildən sonra görəsən nə olacaq? İndi mənə deyə bilərlər ki, sənin yaşın elədir ki, məlumdur, 10 il qalacaqsan ya yox. Amma mən evladımı düşünürəm, mən nəvəmi düşünürəm və ondan sonrakıları da düşünürəm. Bu mənada ki, istənilən insan, istənilən peşə sahibi tək özünü deyil və tək bugünü deyil, sabahı da düşünməlidir. Əgər bu adam ölkəsinə, torpağına bağlıdırsa, yox, bağlı deyilsə, burada da heç nə eləyə bilməyəcəksiniz. Və çox maraqlı bir məqamdır. Məsələn, indi siz gəncsiniz, amma bizə həmişə öyrədiblər, yəni Sovet devrini nəzərdə tuturam ki, bəs oktyabr inqilabı bütün millət qalxdı, qış sarayına hücuma keçdi, nə bilim, qırıldılar, nə oldu? Məlum olur ki, cəmi 17 adam xəsarət alıb, ölüb və orada bütün millət heç qalxıb eləməyibmiş. Və o qış sarayına o film var, Lenin Oktyabrda. Orada göstərilir ki, bəs bir giriş var, darvazadır, amma oradan özünü atır içəri. Mən birinci dəfə o vaxt ki, Leningrad indiki Peterburgda olanda gördüm ki, o darvazaya heç bir ehtiyac yoxdur. Böyürdən bir 150 metr o yandan həmin meydana rahat giriş var, divar da yoxdur, hasar da yoxdur, heç nə də yoxdur. Yəni, bütün beynimizə bunu doldururlar ki, bəs bu belədir, bu belədir, bu belədir. İndi dediyim odur ki, həmin o fake xəbərlərdə, həmin o platformalardakı informasiya və ümumiyyətlə şayiə çoxluğu bizi çaşdırır. Biz deyirik ki, elə bax, gərək bu hasar olan yerdən gedir. Halbuki rahat beynini işlətsən, sən ətrafdan, qıraqdan gedib girə bilərsən ora. Və mən belə düşünürəm ki, biz peşəni unutmamalıyıq, bu bir. İkincisi, indi mən hökmlə deyə bilmərəm, amma fikirlərim budur ki, dövlət öz informasiya siyasətini aparmaq üçün indinin özündə tək bizdə deyil, bir çox ölkələrdə var. Dövlətin dəstəyi həmişə olur. Tutalım, Böyük Britaniyanı götürün. Böyük Britaniya deyəndə bizim ağlımıza ilk növbədə BBC gəlir. BBC dövlət büdcəsidir, BBC ictimai bir media korporasiyadır və dünyada tanınır. Guardian. Böyük Britaniya bunu qoruyur və informasiya, yəni onun siyasətinə müdaxilə eləmir. Amma informasiya ilə işləyir. Bizim, məsələn, Azərbaycanda hələ ki, səhvimiz o da Sovet devri düşüncəsindən irəli gəlir. Bizdə media strukturları və qurumlarından işləyirlər. Amma əslində onlarla deyil, onlarla informasiya vasitəsilə işləmək lazım. Çünki informasiya daşıyıcısı mənəm və informasiyanın cəmiyyətə belə yox, bu şəkildə ötürülməsini istəyirəmsə, mən o informasiyanı beyin işlədib bu şəkildə getməyini qarşısını alıram bu tərəfdən. Yəni, başqa bir baxış bucağından təqdim edirəm. BBC-də elədir, onların siyasətinə devlət qarışmır. Yaxud Financial Times var. Nə bilim, Times-ın özü var. Guardian var, Herald Tribune var, nələr. Bunlar, nə bilim, əsrlərdir bu ölkədə tanınmış media qurumlarıdır. Və bunları həmin devlət, düzdür, bunların böyük əksəriyyəti özəldir. Amma devlət bunları məhv eləməyə çalışmır. Yəni, nə mənada? Onlar
başqa bir şey də yaza bilərlər. Amma orada qayda qanun var. Və məsələn, indi Almaniyada olanda bir Berliner Zeitung qəzeti var idi. O böyük də qəzet deyil. Orada iş prinsipi necə idi? İndi bizdə elə imkanlar yoxdur. Yəni, mən heç bir redaksiya tanımıram ki, belə bir şey eləsin. Orada hüquq şöbəsi var, materiallar oxunur, redaktor da oxuyur, amma hüquq şöbəsinə ötürürlər. Hüquq şöbəsi hüquqi baxımdan ona qiymət verir və deyir ki, bu yazılan materialdakı məlumatları hüquqi cəhətdən məhkəməyə verilsək, mən müdafiə eləyə biləcəm, yaxud yox. Yox olanda yazır ki, müdafiə eləyə bilməyəcəm filan səbəbə görə. Materialı verib-verməmək artıq redaktorun özünün səlahiyyətindədir. Amma yazır ki, bəli, burada hüquqi cəhətdən sənədlər hamısı qaydasındadır. Yəni, sübutumuz var ki, bu adam korrupsionerdir, yaxud rüşvətxordur. Amma bizdə görürsən, yazır, filan kəs rüşvətxordur, korrupsionerdir, abala, nəyə əsasən deyirsən bunu? Əlində sənədin varmı? Yox. Və niyə belə deyirsən? O maaşından çoxdur. Hə, düzdür. Amma bunun əlində kağız olmalıdır ki, bu niyə belədir? Sübut eləyə biləsən. Yox, bilirəm, indi baxırsan ki, bunun əlindəki paltara bax, bunun işlədiyi yer. Amma mən bilirəm, ümumiyyətlə, bunun iş yeri yoxdur. Niyə belə keyflə yaşayır bu? Bu tamam başqa şeylərdir. Mən bu barədə... Yəni, bu da fake newsdur da sizcə? Sübut yoxdursa? Sübut yoxdur, təbii fakedir. Mən, məsələn, 24 il qəzet buraxdım. Təhqirə və belə yalancı şeyə görə bir dəfə də məhkəməyə düşmədim. İndi müəyyən məqamlar var idi, onu da axırda udduq, belə deyək. Yəni, burada əlimdə sənəd olmalı, yoxdursa... Yəni, indi qayda qanun var da, media haqqında qanun var, nə bilim, bizim etik kodeksimiz var, bunlar hamısı nəzərə alınır. Və mən belə düşünürəm ki, hər halda indi bir mediada uzun müddətdə olan bir adam kimi, jurnalist kimi, mən dövlətə və ümumiyyətlə media sahəsinə cavabdeh olan insanlara belə bir məsləhət vermək istəyərdim ki, bizdə indi nə bilim, yüzlərlə, az yala minlərlə sayt var. 2 gündən bir sayt açılır, bir gecədə bir sayt açılır. Amma bunların çoxuna da tutalım indi media agentliyi vasitəsindən yaxud başqa yollarla yardım göstərilir ki, bunlar yaşasınlar. Hə, pis deyil, amma siz, məsələn, 1000 sayta hər gün baxa bilərsiniz? Yox, heç kim baxa bilməz. Mən indi ən çox tutalım biz işləsək 5-inə baxa bilərik. Daha doğrusu 10-una baxa bilərik. 5-ini ciddiyə ala bilərəm. Bəlkə də 3-ünü. Adətən agentliklərə baxırıq biz. Tək indi agentlik deyildi. İndi hər halda baxırıq. Və bizdə Azərbaycanda nə baş verir? Hamı bir-birini kopyalayır. Çünki Azərbaycan böyük Rusiya deyil, Amerika deyil ki, okeanın bu başından o başına olsun. İnformasiya məkanının özü məhduddur. Yəni, bu təbii və fiziki bir şeydir. Ona görə buradakı xəbərləri toplayıb, işləyib və cəmiyyətə ötürmək üçün 5 saat kifayət eləyən. Yaxşı olsun 10 dənə. Amma 1100 dənə saytla, yaxud başqa bir şeylə, indi jurnalist təşkilatlarının siyasi var, çoxsu düzdür, işləmir. 200-dən artıq jurnalist təşkilatı var. Kimdir, nədir, nə mənədir, neyniyir? Yəni, siz minimallığın tərəfdarısınız da? Minimallıq bilirsiniz nəyə görə? İşləsin. Keyfiyyətli minimallıq. Keyfiyyətli. Yox, bizdə indi bir şey var da, həm fizikada qanun var, deyir, cəmiyyətin
keyfiyyətə çevrilməsi qanunu. Bəli. Amma Azərbaycanda mən özümü tanıyandan hələ bu kəmiyyətin keyfiyyətinə çevrilməsinin şahidi olmamışam. Bizim dairədə hər halda. Ona görə bilirsiniz adam, mən indi inananda 1, 2, 3 samballı mənbəyə inanıram. Bir də ola bilsin ki, yeniləri meydana çıxacaq, ona bir şey demirəm. Amma onu nəzərə almaq lazımdır ki, insana ümumiyyətlə, belə deyək də, bu telefonun içində oturmaqdan başqa da dərdi azarı var. Mən buna olsun maksimum 1 saat sərf edeyim, səhər-səhər baxım görüm nə var, nə yox. Və ondan sonra işimi qurum və mən nəyə görə baxıram, biz bu işlə məşğuluq. Məşğul olmayanlarsa baxır, filan kəsin arvadı ərindən boşandı, nə bilim, nə oldu. Bu, o yerdə qalan 80%-in dərdi, səri və xəbərləridir. Son olaraq, Elçin bəy, siz qərb mətbuatından danışdınız. Yəni, qərb mətbuatı doğrudur. Bəzi məsələlərdə düz və normal informasiyanı verir. Siz necə düşünürsünüz? Bəzi məsələn mütəxəssislər, jurnalistlər, analitiklər deyirlər ki, həmin mətbuatlar da tərəflidir. Hansı ki, məsələn, ölkəmiz barəsində qərəzli məlumatlar yayılıbdır. Bunu siz necə dəyərləndirirsiniz? Çox uzağa getmirəm. CNN deyə bir dünyaca böyük bir informasiya agentliyi var. CNN-in özü eyni informasiyanı bir xaricə verəndə bir cür verir, daxili auditoriya üçün başqa cür. Yəni, indi ikili standart deyirik, bu sözdən xoşum gəlmir, amma ikili standart alternativi yoxdur. Başqa söz deyə bilmirəm. Ölkəmiz haqqında demək yanlış və bizə xoş gəlməyən məlumat verirlər. Amma burada bir şey də var. O məlumatların verilmə səbəbini biz günahını özümüzdə axtarmalıyıq. Kifayət qədər fəal deyilik, kifayət qədər həmin bizə aid olan informasiya ilə işləmirik. Məsələn, biz çalışırıq, tutalım ingiliscə hansısa bir struktur yaradaq, TV kanal yaradaq, neyiniyək? Nümunələr var. Var, amma söhbət nədən gedir? Dünyanın hansı yerində BBC yaxud CNN-i, Deutsche Welle-ni qoyub bizim nümunəyə baxacaqlar? Deyə bilərsiniz? Yox. Bizim nümunə ola bilsin ki, 10 ildən sonra hardası tanınsın. Amma bu 10 il ərzində həmin o saydığım CNN-dir, BBC-dir, Deutsche Welle-dir, bir başqasıdır, bizi yıxıb sürüyəcəklər. Buna görə biz paralel olaraq öz strukturumuzu yaratmaqla yanaşı, biz həmin bu media qurumlarla işləməliyik. Onları burada qadağan eləməklə deyil, əksinə bura cəlb eləməklə. Cəlb eləyirsən və onlarla işləyirsən, Azərbaycanı gəzdirirsən, göstərirsən, imkan yaradırsan ki, cəmaatla danışsınlar, pisləyəcəklər. Amma sizi inandırıram, əvvəl o pislənmənin faizi 80% olacaqsa, 1 il, 2 ildən sonra getdikcə azalacaq. Getdikcə azalacaq. Və nəticədə gəlib normal bir məqama çatacaq. Və məsələn, Azərbaycan indi öz kiçikliyinə baxmayaraq və müstəqilliyi indi 30 ildən biraz artıqdır ki, müstəqillik. Amma Azərbaycanla və Azərbaycanın apardığı xarici siyasətlə, yəni prezidentimizin apardığı xarici siyasətlə Azərbaycan belə bir məqama gəlib çatıb ki, hamı burada Azərbaycanın vasitəçiliyi ilə problemini həll etmək istəyir. Yeni dünya nizamının formalaşdığı bir ərəfədə. Burada bax, indi fikir verin. Ən son şeyi deyirəm, alınmadı, amma bunun özü bir göstəricidir. İndi sabah bəlkə alındı.
Netanyahu gəlməli idi, özü az qala bir həftəlik. Eyni zamanda Rəcəb Tayyip Erdoğan gəlməli idi. Bilirik ki, Suriyada bu ölkənin bir-birindən, həm də Qazza məsələsindən, Qazza ilə problemləri var. Niyə gələcəkdilər özü eyni vaxtda? Bu o deməkdir ki, ölkə rəhbərliyi, yəni Azərbaycan elə bir nöqtə, elə bir qovşaqdır ki, və o qovşaqda duran adam, elə bir adamdır ki, bu hər ikisini eyni məxrəcə gətirməyə qadir bir adamdır. Bəli. Yəni, yalandan tərifləmək üçün demirəm, bu doğrudan da belədir. Kör-kör, gör-gördür. Mən indi baxırıq hamımız, nə bilim, YouTube kanallara da. Azərbaycanı, belə deyək, müxalifətçi və izqoy kimi tərk edənlərin bir çoxu artıq tərifləyirlər. Yox, mən görürəm də, hətta bura artıq gəlirlər. Biri Ramiz Yunus olsun. Bir il bundan qabaq, bəlkə il yarım bundan əvvəl Azərbaycanın ən belə kəskin tənqidçilərindən biri idi. İndi Azərbaycanı müdafiə edir. Yəni 44 günlük müharibədən sonra, çünki bilirik onu, nə bilim, Ukraynalılar çox danışdırır, Rus dilli, Yahudi kanalları, filanlar. Yəni, bu onun göstəricisidir ki, bu adamlar obyektiv şəkildə görürlər ki, bu sahədə Azərbaycan nələr edib və nəyə qadirdir. Yəni, bu şeyi görməməzliyə vurmaq mədalətsizdir. Burada mətbuatın rolu da var mı sizcə? Təbii mətbuatın rolu var burada. Və bu baxımdan yəni işləmək lazımdır. Biz indi tutalım, Deutsche Welle-ni gətirdik, çıxartdıq, qovduq, yaxud BBC-ni bağladıq, indi Trump, nə bilim, USAID-ni bağladı, özü bilər, öz təşkilatı. Düzdür, onların indi nə işi olub, nə mənə olub, o bir başqa məsələdir. Amma mən məsələn, CNN yoxdursa, mən CNN-in boğazından tutub gətirərəm bura ki, gəl otur, burada bir müxbir məntəqəsi qur və sizə işləmək üçün bütün şəraiti yaradır. İşləsin, əvvəl deyirəm, tənqidin payı çox olacaq. Deyəcək, bu nədir, nə mənədir. Amma mən məsələn, baxırıq da hamımız. Tamam, Bakını, Azərbaycanı, ümumiyyətlə Afrika kimi bir yer sayan adamlar gəlib Bakıya düşəndə şoka düşürlər. Dəli olurlar ki, bu nədir belə? Yaxşı da, indi bu var da, indi boş-boşunu da problemimiz var, problemsiz deyirəm yenə də, heç nə yoxdur. Səhvlərimiz var, nanəcib məmurlarımız var, dövlət büdcəsini talayanlar var. Kim deyir ki, yoxdur? Amerikanın kongresmenini rüşvət üstündə tutub basmadılar, o ermənilərin dostunu. Yəni, orada varsa, burada da var. Ona görə biz bunları açıb göstərməliyik ki, normal adamlar gəlsin, otursun. Ona görə də bizim, mən belə düşünürəm ki, 150 illikdən sonra işlərimiz var və biz yönümüzü yox, yönümüzü dəyişməyəcəyik. Nə mənada, indi yolumuz aydındır. Sadəcə olaraq iş prinsiplərinə və mətbuata, informasiya yanaşma tərzini necə tənzimləməliyik. Çox sağ olun, minnətdaram. Vaxtınızı ayırıb müsahibə verdiyiniz üçün təşəkkür edirəm. Var olasınız.